Salam, mən Dean Gibson. Arxeologiya və İslam silsiləsindən növbəti video proqramımıza xoş gəlmisiniz. Bugünkü proqramımız Petrada tapılan tarixi əlyazmalar haqqındadır. Bu qədim əlyazmalar Yordaniyada yerləşən qədim Petra şəhərində hələ 1993-cü ildə tapılmışdı. Həmin əlyazmalar arxeoloqlar tərəfindən qədim bir kilsə otağının altında aşkar edilmişdi. Kilsənin quruluşunun böyük hissəsi uçduğuna görə bu əlyazmalar dağıntıların altında tapılıb. 140 əlyazmanın hamısı yanmış vəziyyətdə idi. Onlar kömür kimi qaralmışdı və bəzi əlyazmalar çoxlu hissələrə parçalanmışdı. Finlandiyada olan mütəxəssislərdən ibarət bir qrup əlyazmaları ehtiyatla açmaq, onların foto şəklini çəkmək və mümkün olan ən yaxşı fotoları əldə etmək üçün gecə-gündüz çalışırdı. Həmin foto şəkillər dünyanın hər yerindən olan mütəxəssislərin istifadəsinə verildi. Onlar əlyazmaların məzmunu üzərində düşünərək müxtəlif məqalələr yazdılar və müxtəlif fikirlər irəli sürüldü. 2002-ci ildə Amerika Şərq Araşdırmaları Mərkəzi Petra əlyazmaları adlı 5 cildlik bir toplu nəşr etdi. Bu 5 cildin bir nüsxəsi hazırda arxadakı rəfdə yerləşir. Və son 6 ay ərzində mən onları mərhələli şəkildə oxumaqdan, eləcə də bu material üzərində çalışan müxtəlif mütəxəssislərin bəzi rəy və şərhlərinə nəzər salmaqdan zövq almışam. Burada diqqət etməli olduğumuz bəzi məqamlar var. Birincisi, bu əlyazmalar bir ailəyə məxsusdur. Onlar həmin ailənin şəxsi hüquqi sənədləridir. Bunlar elə sənədlərdir ki, insan onları seyfdə saxlayar və illərlə baxmaz, amma onlardan imtina da edə bilməz. Çünki həmin sənədlər bir gün faydalı ola bilər. Bunlar hüquqi sənədlərdir. İkincisi, həmin əlyazmaların bir kilsədə tapılmasına baxmayaraq, onlar kilsə sənədləri deyil. Bu sənədlər kimin vaftiz olunduğu, keşişlərin kim olduğu və ya kilsənin necə təşkil edildiyi barədə deyil. Bu, bir ailənin hüquqi qeydləri haqqındadır. Üçüncüsü, burada maraq doğuran əsas məsələ əlyazmaların bizə nə dediyi deyil, necə deyildiyidir. İstifadə olunan adlar, adı çəkilən insanlar, ifadə olunan dil forması və s. Dördüncüsü, bu əlyazmaların tarixləri çox vacibdir. Bu əlyazmalar Muhammed Peyğəmbərin gənc olduğu dövrdə yazıya alınmışdı. Tapılmış həmin əlyazmaları qiblələrin öyrənilməsi baxımından bu qədər önəmli edən də məhz bu məsələdir. Həmin sənədlər vasitəsilə keçmişə açılan çox dar bir pəncərəmiz var. Buna xüsusi olaraq diqqət çəkmək istəyirəm. Bu son dərəcə dar bir pəncərədir. Hər şey bir ailə haqqındadır. Bu xristian bir ailədir və bu hüquqi sənədlər Petranın xristianlara aid məhəlləsində bir kilsənin arxa otağında tapılmışdı. Biz o sənədlərin şəhərin bütpərəst tərəfinə və ya baş verənlərin ümumi mənzərəsinə işıq salmasını gözləmirik. Petranın bu təsvirinə diqqətlə baxın. Şəhər bir vadinin içində yerləşir. Xristian kilsələri burada bir tərəfdədir. Xristian məzarları isə bax burada, şimal tərəfdə yerləşir. Şəhərin qalan hissəsi isə bütpərəstlərə aid idi. Ən azından Muhammed Peyğəmbərlə İslamın gəlişinə qədər vəziyyət bu cür idi. Burada Düşəra, Əl-Uzza və digər bütlərə aid məbədlər var idi. Və ən əsası, Petradakı orijinal Kəbənin bürövnəsinin qalıntıları buradadır. Bu tikillərin heç biri heç vaxt kilsələrlə əlaqələndirilməyib və ya kilsəyə çevrilməyib. Cənub tərəfdə isə müsəlmanların tez-tez ziyarət etdiyi ziyarətgahlar yerləşir. Bu əlyazmaların yazıldığı dövrdə isə İslamın gəlişinə hələ bir neçə il qalmışdı və həmin məkanlar bütpərəstlərə aid məkanlar idi. Petraya gələn zəvvarlar üçün düşərgə yerləri var idi. Burada zəvvarların həcc zamanı şeytana daş ata bildiyi bir sütun var idi. Zəvvarların dağın zirvəsinə qalxa bildiyi sürüşkən bir yamac mövcud idi. Həqiqi Ərəfat dağında böyük bütpərəst izdihamlar toplaşır və gün batımına qədər vəqfə qalırdı. Orada xristianlar da toplaşırdı. Çünki xristian zəvvarlar üçün orada qədim bir kilsə də var idi. Eyni zamanda Yəhudilər üçün də həqiqi Ərəfat dağı müqəddəs idi. Çünki Musa Peyğəmbərin vəsisi olan Harunun məzarı məhz həmin dağın zirvəsində yerləşir. Lakin orijinal Ərəfat dağının ətəyindəki qədim kilsədən və Petradakı xristian məhəlləsindən başqa qalan bütün yerlər hələ də bütpərəst ərəblərə aid idi. Bizans imperiyası Petranı uzaqdan idarə edirdi. Petrada Roma ordusu yox idi. Petra ətrafındakı və şimaldakı ərazilər isə
Bizans imperiyasına tabe xristian hakimlərin nəzarətində idi. Petra Bizans imperiyası sərhəddinin sonunda idi. Ərəbistanda bir neçə səpələnmiş kilsə tikilmişdi, lakin ümumilikdə mərkəzi və şimali Ərəbistan hələ də bütpərəst ərəblərin nəzarətində idi. Həzrəti Muhammed məhz belə bir şəraitdə dünyaya gəldi. Onun ailəsi Petranın tanrılarına sitayiş edən bütpərəstlər idi. Onun həyat yoldaşı Xədicə, Petradakı ailələr kimi ticarətçi bir qadın idi. Həzrəti Muhammedin zövcəsi Xədicənin əmisi oğlu olan Vərəqə ibn Nofəl, Həzrəti Muhammedin yaşadığı şəhərin xristian məhəlləsində keşiş idi. Əgər Muhammed Peyğəmbərin yaşadığı şəhər Petra şəhəri yox, məhz Səudiyyə Ərəbistanındakı indiki Məkkə idisə, Nestorian bir keşişin orada nə işi var idi? İndiki Məkkədə nə vaxtsa hansısa kilsənin varlığının izi tozu belə yoxdur. Amma əgər Həzrəti Muhammedin yaşadığı yerdən məqsədin həqiqi Məkkə olan Yordaniyadakı Petra şəhəri olduğunu nəzərə alsaq, onda tarixi məlumatların Petra şəhərinin ümumi mənzərəsi ilə tam şəkildə uyğun gəldiyinin şahidi olarıq. Beşincisi, bəzi insanlar Həzrəti Muhammedin həyatı dövründə Petra şəhərinin zəlzələ nəticəsində tamamilə xarabalıq vəziyyətdə olduğunu və tərk edildiyini güman edir. Lakin bu yanaşma absurddur. Çünki zəlzələlər tarix boyu demək olar ki, hər bir ölkədə, hər bir şəhərdə olub. Hər zəlzələ olanda insanlar yaşadığı yerləri tərk edib. İnsanlar bir zəlzələ olanda özlərini xilas edəndən, ölənləri dəfn edəndən və toparlandıqdan sonra yenə də öz şəhərlərində yeni evlər inşa edərək həyatlarına davam edib. Petra şəhərində də məhz bu hadisə baş vermişdi. Buna görə də Petradakı əlyazmalar yazıldığı vaxtlarda şəhər canlı idi və Petranın ətrafındakı bütün ərazilərdə insanlar fəal idi. Həyat davam edirdi. Petrada tapılmış həmin tarixi sənədlər həmin şəhərin xristian məhəlləsindəki ailəyə aid alqı-satqı sənədləri və torpaq vergisinin ödənildiyinə dair sənədlər idi. Petra şəhərinin güya tamamilə xarabalıq olduğunu deyən, İslamın gəldiyi zamanlarda orada həyatın olmadığını, xarabalıq yerlər olduğunu iddia edən hər kəs bu bölgənin tarixi haqqında ümumiyyətlə anlayışı olmayan cahillərdir. Şəhər məhz bugün dövrümüzdə xarabalıq vəziyyətdədir. Lakin 1400 il əvvəl Petra şəhərində yaşayış var idi. Petranın ətrafında kənd təsərrüfatı ilə məşğul olan insanlar var idi. Tacirlər hələ də gəlib gedirdi. Bazarlar açıq idi. Xristianlara aid kilsələr və bütpərəst ərəblərə aid məbədlər hələ də fəaliyyət göstərirdi. Xristianlar və bütpərəstlər şəhərin özlərinə məxsus hissələrində yaşayırdı. Beləliklə, Petra əlyazmalarından öyrəndiyimiz ilk və ən əsas şey Petranın həyatın qaynadığı bir şəhər olması faktıdır. Əlimizdə təxminən 140 müxtəlif əlyazma fraqmenti mövcuddur. Çoxlu fraqmentlər var. Ona görə də bütün müxtəlif fraqmentləri və onların tərcümələrini əhatə edən 5 cildlik bir əsər mövcuddur. Petradakı qədim əlyazmaları gözdən keçirərkən bir şey diqqətimi çəkdi. Həmin əlyazmalarda çoxlu müxtəlif hüquqi sənəd növləri var. Ailə mülkiyyəti ilə bağlı razılaşmalar, ailəyə məxsus torpağın miras yolu ilə ötürülməsi ilə bağlı razılaşmalar, torpağın 3 qardaş arasında vərəsəlik əsasında bölüşdürülməsi, çoxlu sayda vergi qəbzləri, vergilərin başqa bir şəxsə ötürülməsi ilə bağlı razılaşmalar, cehiz razılaşması, nikah müqaviləsi, bir neçə şəxsi məktub, borcların tənzimlənməsi ilə bağlı razılaşmalar, iayənə məktubları və s. Hətta uğurlanmış əşyaların siyahısı və həmin vaxt evdən istifadə edən, evin bəzi əşyalarını gedəndə özü ilə apararaq, oradan köçmüş kimi görünən bir keşişə qarşı irəli sürülmüş ittiham qeydləri də var. Baxıb nəzərdən keçirə biləcəyimiz çoxlu müxtəlif sənədlər mövcuddur. Lakin onların heç biri Petranın ətrafındakı və ya Petranın daxilindəki daha geniş miqyasda baş verən hadisələr barəsində bizə məlumat vermir. Çünki bunlar hüquqi sənədlərdir, tarixi olaylara aid qeydlər yox.
Amma bu əlyazmaları oxuyarkən açıq-aşkar qarşılaşdığımız fakt budur ki, Petra şəhəri İslamın ilk dövrlərində fəal bir şəhər olub. Petra əlyazmalarından öyrənilə biləcəyi çoxlu detallar var. Amma ən maraqlı və maarifləndirici məqam odur ki, dövlətin rəsmi dili Yunan dili olsa da, insanların çoxu ərəb dilində danışırdı. Gördüyünüz kimi, Petra əlyazmaları Yunan dilində yazılıb, lakin onlar çoxlu sayda ərəb sözləri ilə doludur. Yerlərin adları, əşyaların və maddələrin adları, istifadə olunan terminlər, ifadə olunan anlayışlar və s. Buna görə də mütəxəssislər Petra əlyazmaları vasitəsilə həmin şəhərdə istifadə olunan qədim ərəb dilini öyrənirlər. Məsələn, bər quyu deməkdir. Arabais termini Yunan və ərəb dillərinin qarışığıdır və bəlkə də araba sözünün kökü ola bilər. Məsələn, vadi ərəbə kimi. Torpaq sərhədləri üçün istifadə olunan söz aramdır. Hablə üzümün adıdır. Nəyin el adı safaitik yazılardan bizə məlumdur və elin lütfü və ya Allahın lütfü mənasını verir. Ayn su bulağıdır. Beyt ev deməkdir. Beytül Akbar böyük ev deməkdir. Darac pilləkən deməkdir. Hamra müənnəs halındadır və qırmızı deməkdir. Şərqiyyə isə şərq mənasını verir. Beləliklə, bir çox ərəb sözləri ortaya çıxır. Əlyazmaları nəzərdən keçirdikcə çoxlu sözlər görürsünüz və anlayırsınız ki, insanlar bir-biri ilə ərəb dili vasitəsilə ünsiyyət qururdu. Tayfalar bəni termini ilə tanınırdı, yəni oğullar. Siz həmin sözləri, xüsusilə məkan adları üçün istifadə olunan ərəb sözlərinin keçdiyi səhifələri tapa bilərsiniz. Həmçinin maraqlı olan insan adlarıdır. Nəbati ərəblərin kralı Aretas dövründən etibarən Yunan adlarından istifadə edilməyə başladı. Kral Aretas özünü Filopatris adlandırdı. Bu kral Bibliyada da qeyd olunub. Daha sonra bir çox nəbati Petralı ərəb Yunan adlarından istifadə edib. Buna görə də ərəb adını Yunan adından ayırmaq çətindir. Çünki ərəblər tez-tez Yunan adlarından istifadə edirdi. Məşhur şəxslərdən biri Qəssani hökmdarı Əbu Kərib İbn Cəbələ Əl-Qəssanidir. Onun adı Təbəri və digər tarixçilərin əsərlərində də var. Bir ərəb hökmdarının adını qədim əlyazmada canlı şəkildə görmək çox həyəcan vericidir. Bəs Petra əlyazmalarından öyrəndiyimiz ən vacib məqamlar nədir? Ən önəmlisi ərəb dili ilə bağlıdır. Yaxın Şərqin hər yerində Quran öncəsi minlərlə qədim ərəb yazısı və adları var. Lakin heç biri Qurandakı ərəb dilinə uyğun deyil. Qurandakı müəyyənlik artikli əl artiklidir. Ev üçün istifadə olunan söz bəytdir. Ev demək istəsəz, əl-bəyt deməlisiniz. Bu, Quranda və klassik ərəb dilində bu gün də rast gəlinən formadır. Lakin Dr. Michael McDonald Yaxın Şərqdə minlərlə qədim yazı və qrafit üzərində araşdırma apardığı halda əl artiklının istifadə olunduğu çox az nümunə tapıb. Ən çox bilinən formalar han və ya hı olub. Amma Quran yalnız əl artiklından istifadə edir. Bəs necə və harada han artiklı dönüb əl artiklına çevrildi? Çox absurd vəziyyətdir. Mərkəzi Ərəbistan bölgəsində indiki saxta Məkkənin ətrafında istifadə olunan erkən ərəb dili Qurandakı ərəb dilindən tamamilə fərqlidir. Həmin əlyazma Cənubi ərəb dillərindən sözlər də ehtiva edir. Qurandakı dil həm də bədəvi çöl ərəblərinin danışdığı ərəb dilindən fərqlənir. Bəs necə olur ki, Quran özünü İbrahim surəsi 4-cü ayədə bilisani qavmihi, yəni öz qövmünün dilində adlandırır? Niyə biz qədim Yaxın Şərqdə bu tip ərəb dilinin heç bir nümunəsini tapa bilmirik? Yaxınlarda Əhməd Callad Qreko-ərəb, yəni Şam və ətraf bölgəsini araşdırıb. Cənubi Levant olaraq bilinən bu regiona Cənubi Suriya, Ummul-Cimal, Bostra və Qara Həvran səhrası da daxil olmaqla, həmçinin mərkəzi və Cənubi İordaniya, Moab, Edom, Petra və Hişma və Negev ərazisi, Berşeba, Elusa, Nissana daxildir. Romalıların 160-cı ildəki işğalından əvvəl həmin ərazilər nəbati ərəblərin nəzarətində idi. Həmin vaxt ərazi Arabiya Patria, yəni Ərəb Petrası adlanırdı.
Dilçi alim professor doktor Mark Drury qeyd edir ki, bu regiona xas olan 5 xüsusiyyət Quranda mövcuddur. Bunlar arasında təmərbuta, əlif məqsurə, həmzə yazılı işarəsi və əl artikli var. Uzun müddət müsəlman alimləri Bədəvi çöl ərəblərinin ən saf ərəb dilini danışdığını və ərəb mədəniyyətinin ən saf formasının Bədəvilərə aid olduğunu irəli sürüb. Lakin professor Əhməd və doktor Mark Drury kimi dilçi alimlər bu iddianı dəstəkləmir. Qurandakı ərəb dilinə ən yaxın ərəb dili qədim Petra şəhərinin ətrafında tapılır. Quran ərəbcəsi Səhranın dili deyil, şəhərin dili idi. Quranda tez-tez ərəb adlandırılanlara qarşı tənqidi ifadələr işlədilir. Həmin tənqidlər səhrada yaşayan bədəvilər haqqındadır. Bunun səbəbi odur ki, Quran şəhərli insanların əhatəsində, şəhərli insanların baxış bucağına və dünya görüşünə uyğun tərzdə nazil olub və bədəvi düşüncəsinə, bədəvi çöl ərəb dil formasına tamamilə ziddir. Dilçilərin irəli sürdüyü sübutlar göstərir ki, Qurandakı oxunan və yazılan ərəb dili forması Petralı nəbati ərəblərə xas olan ərəb dili idi. Çünki Petra şəhəri Ərəbistan yarımadasındakı şəhərlərin anası idi, ticarətin mərkəzi idi. Ona görə də Petralı nəbati ərəblərin ərəbcəsi regionda geniş istifadə edilən və başa düşülən ərəb dili forması idi. Lakin bu, bədəvi dialektlərindən fərqli bir dil hesab olunmurdu. Əksinə, hamının bilib başa düşdüyü aydın ərəb dili forması kimi qarşılanırdı. Bir növ Amerikan və İngiltərə ingiliscəsinin digər ingilis dilli xalqların dialekt və danışıq tərzindən daha çox tanınıb qəbul edilməsi kimi düşünün. Petralı nəbati ərəblərin ərəbcəsi tacirlər və şairlərin istifadə etdiyi ərəb dili növü idi. Petralı ərəblər yazını əsasən qədim ərəbcə olan aramicə və sonralar biraz Yunancaya bənzər formada yazırdı. Lakin danışıqda ərəb dilində danışırdılar. Bu səbəbdən erkən müsəlman alimləri erkən ərəb dilinin mənbəyini tapa bilmirdi. Onlar qədim ərəbcənin bədəvi çöl ərəblərinə aid olduğunu güman edirdi. Lakin belə deyildi. Çünki nəbati ərəb dili bədəvi çöl ərəbcəsinin çeşidi deyildi. Amma Petra şəhəri tarix səhnəsindən silinməyə başladıqda, nəbati kimliyi itdikdən sonra nəbati ərəbcəsi artıq ümumi olaraq region üçün fərqləndirici deyildi. Petra və Humeymədəki ərəblər bu ərəb dialektinin özləri ilə Dəməşqə, daha sonra isə Abbasilər dövründə İraqa apardı. Nəticədə Petranın yerli dialekti hər yerdə ərəblərin ümumi istifadə etdiyi bir ərəbcəyə çevrildi. Bir növ öz vətəni olan Petradan çıxıb, sanki heç vaxt Petraya xas olmamış formada ümumi hər kəsin istifadə etdiyi ərəb dili növü kimi tanındı. Və yalnız Petra əlyazmaları tapıldıqdan sonra dilçilər bu müəmmanın puzzlelarını birləşdirməyə başladı. Qurandakı ərəb dilinin mənşəyini üzə çıxarmaq üçün Petradakı Yunan sənədlərini analiz etmək sir pərdəsini tamamilə araladı. Mən Dan Gibson və bu arxeologiya və İslam silsiləsindən növbəti video proqramımız idi.